Qılaf iki hissədən ibarətdir. Xarici və daxili qılaf. Xarici qılaf bitkilərdə, göbələklərdə və bakteriyalarda hüceyrə divarı adlanmış olur və hər üç aləmin içində də hüceyrə divarı karbohidratlardan təşkil olunubdur. Lakin heyvanlarda hüceyrə divarına rast gələ bilmərik biz. Və qılafın daxili hissəsi isə plazmatik membran adlanmış olur. Plazmatik membrana isə biz canlılar aləminin 4 aləmində də rast gələ bilərik. Yəni bütün canlıların hüceyrələrində plazmatik membran vardır. Lakin canlıların bütün hüceyrələrində plazmatik membrana rast gələ bilmərik, çünki ölü hüceyrələrdə plazmatik membran olmur. Şəkildə plazmatik membrana diqqət etsək, baxarıq ki, plazmatik membran iki cərgə lipiddən, yəni bu bir qat hesab olunur və onlar arasında səpələnmiş nizamsız yerləşən zülallardan və onlara birləşən karbohidratlardan ibarətdir. Plazmatik membran canlıdır, yəni dinamikdir, lakin yarım keçiricidir. Yəni kiçik molekullu birləşmələr plazmatik membrandan hüceyrəyə rahatlıqla keçə bilsələr də, iri molekullu birləşmələr xüsusi kanalcıqlar vasitəsilə hüceyrəyə daxil olmuş olur. Plazmatik membran bir neçə funksiya yerinə yetirir ki, bunlardan biri səth funksiyasıdır. Yəni o canlı hüceyrəni ətraf mühitdən ayırır və hüceyrəni xarici təsirlərdən qorumuş olur. Həmçinin əlaqə funksiyasını yerinə yetirir ki, hüceyrələri bir-biri ilə əlaqələndirir. Və membran arasında səpələnmiş zülallar isə siqnal funksiyasını yerinə yetirmiş olur. Və həmçinin plazmatik membran daşınmada rol oynayır ki, bu aktiv və pasiv şəkildə ola bilər. Aktiv daşınmaya fagostoz, pinostoz və pasiv daşınmaya isə diffuziya və osmosu deyə bilərik. Fagostoz nədir? Fagostoz iri və bəş maddələrin hüceyrəyə daxil olmasıdır. Bu yalnız heyvanlar aləminə aid olan canlılarda baş verir. Pinostoz isə plazmatik membran vasitəsilə suda həll olunmuş maddələrin hüceyrəyə daxil olmasıdır ki, bu fagostozdan fərqli olaraq bütün canlılar aləmində baş verə bilər. İndi biz plazmatik membrana uyğun bir məsələyə baxaq. Deməli, plazmatik membranın sxemi bizə verilib və hansı fikrin doğru olduğunu soruşur. A variantında C hidrofil maddədir. C ilə göstərilən bizə lipidlərdir və lipidlər isə bilirik ki, suda həll olunmur. Yəni onlar hidrofobdur, hidrofil deyil. A bəndi səhvdir. B variantında A polinukleotiddir və biz burada A ilə işarə olunmuş zülalları görmüş oluruq və zülallar isə polinukleotid deyil, polipeptiddir. Deməli, B bəndi də səhvdir. C variantında B monosaxaridlərdən təşkil olunubdur. Burada gördüyümüz B ilə işarə olunan karbohidratlardır ki, və bunlar polisaxaridlərdir və polisaxaridlər də monosaxaridlərdən təşkil olunub. Deməli, fikir doğrudur. Digər varianta baxsaq, C polimerdir. Demişik ki, lipidlər hidrofobdur, lakin polimer deyil. Deməli, səhvdir. Y bəndində B polipeptiddir, səhvdir. Biz polipeptid zülallara deyə bilərik. B-də gördüyümüz isə polisaxaridlərdir ki, monosaxaridlərdən təşkil olunmuşdur. Deməli, bizim doğru olan cavab variantımız C variantıdır.